Xarici bir vətəndaşla ailə həyatı qurmaq çoxmu fərqlənir Azərbaycanlı bir kocaya sahib olmaqdan? Səncə bizim mentalitetimiz gənclərimizi çox incidir, sıxır? Festivallar, maraqlı görüşlər, belə veçerinkalar, hər dəfə belə fərqli bir obrazda görürəm səni, maraqlı bir tərzdə görürəm, həm geyimini, həm saçını. Başqalarından fərqlənmək üçündür, yoxsa nəyə görə? İlk növbədə özümü fikirləşirəm, yəni içimdən gəlir o istək, ona görə eləyirəm. Amma 50-50-yə deyərdim ki, hərdən olur ki, seçilmək istəyirəm. Yoldaşımla bir yerdə salsa dərsləri keçirik. Özüm ayrıca soul dance dərsləri keçirəm. Soul dance də özümü daha yaxından tanımağa yönləndirilmiş dərslərdir, müəllif dərslərim. Özüm fikirləşmişəm, həyat təcrübəmə arxalanaraq. Gözəl. Rəqs hərəkətdir, hərəkət də həyat deməkdir. Bunun müsbət təsirlərini hiss edirsən həyatında rəqslə məşğul olmağa? Rəqs hərəkətdir, hərəkət sağlamlıqdır. İlk növbədə fiziki hiss edirəm rəqsin xeyrini. Fiziki hərəkət elədiyimizə görə emosional olaraq da təbii ki, sağlamlığımda yaxşılaşma hiss edirəm. Mənəvi olaraq da qidalanıram rəqsdən. Ümumiyyətlə, soul dance dərslərimin yaranma səbəbi elə budur. Mən rəqs edərkən özümü get-gedə daha da yaxşılaşdırmağa başlamışam. Səhhətimi həm fiziki, həm emosional, həm mənəvi. Və bunu da başqalarına ötürməyə çalışıram ki, yəni bu bizim əlimizdədir və bunu rəqsin vasitəsilə eləyə bilərik. Super. Bu arada yeni ailə qurmusan, sənə xoşbəxtlik arzu edirəm. Çox sağ ol. Yoldaşımı da tanıyıram, o da bizim dostumuzdur, yaxın dostumuzdur. Geo, onu da salamlayıram. O da bacarıqlı, mərifətli bir qaqaşımızdır yəni. Çox sağ ol, çox xoşdur. Bu arada yoldaşın Azərbaycanlı deyil. Deyil. Gürcüstanlıdır, mən belə başa düşdüm. Qarışıqdır, yarı rus, yarı gürcü. Yəni Azərbaycanlı deyil ən Deyil. azından da. Bəs səncə belə deyək də xarici bir vətəndaşla ailə həyatı qurmaq çoxmu fərqlənir Azərbaycanlı bir kocaya sahib olmaqdan? Məncə hə. Yəni mən əslində ailə həyatı qurmağımın əsas səbəbi yəqin ki, onun heç kəsin xətrinə dəyməsin. Xahiş edirəm mən. Burada çox ehtiyatlı ol. Bəli, mən ölkəmi çox sevirəm, Azərbaycanlı olduğumdan fəxr edirəm, dilimi sevirəm, bəli insanlarımızı çox sevirəm. Yəni özümü kifayət qədər vətənpərvər insan hesab edirəm. Amma yəni qarşıma çıxan oğlanlar, yəni Azərbaycanlı oğlanların mənim xəssiyyətimi tutmurdu. Tutmurdu. Ona görə də mən fikirləşirdim ki, yəni 100% yoldaşım bizimkilərdən olmayacaq. Necə qeyri-adilik eləmək lazımdır ailə həyatında? Çünki bizdə yəni nə qədər fırlatsan da mentalitet söhbəti var da, çoxsu da o söhbətlə gedir ki, mən mentalitetimizdə bəzi şeylər mənim xassiyyətimə Burada sözünü bölürəm, üzr istəyirəm. Səncə bizim mentalitetimiz gənclərimizi çox incidir, sıxır? Çox məhdudlaşdırır. Yəni hansı tərəfdən, hansı baxımdan? Azadlıq baxımından, başa düşürəm vaxtında, keçmişdə bəlkə onların, yəni ruslar demişkən imelo место быть.